Məsəl bugünkü mövzumuz 5-ci sinif ingilis dili, kiçik summativ qiymətləndirmə 10. Choose a correct definition to the word overnight. Qəfildən sözünün, yəni qəfildən out of a sudden sözünün düzgün deməli definition açıqlaması. Happen suddenly. Qəfildən baş verən. Choose the correct word to the definition extract for support that you can get if necessary. Lazım olan deməli köməyi vaxtı, lazım olan vaxtda deməli əlavə bir kömək. Backup. Choose the correct synonym to the word crucial. Crucial sözünün sinonimi. Essential, vacib. Antonim istəyir. Greedy sözünün jealous, unfriendly. Paxıl sözünün mənası antonimi generous, yəni alicənab. Choose the appropriate word in the given sentence. Verilmiş sözdə appropriate, lazımı sözü qoyun. Some money for her vacation put aside. Yəni ki, qırağa pul qoydu öz tətili üçün. To make an effort, cəhd etmək uyğundur. To make an impact, təsiri olmaq. Choose a correct preposition, düzgün söz önəmlidir. The invitation to the concert, deyir o konsertə olan dəvəti geri çevirdi. Öz evində at home sakit bir gecə keçirməkdə. Əvəzinə deyir, yəni ki, evində sakit bir gecə keçirdi. Underline the correct form of the verbs. Fe'llərin düzgün formasının altına xətt çəkin. Zaman zərflərinə baxacağıq. Yesterday varsa, demək ki, keçmiş sadə zaman. Burada isə cümlənin mənasına baxacağıq. O deyir ki, onun çətirini unutdu, ona görə də o yağışda islandı. Burada birinci hansı hadisə baş verir? Onun çətiri unutması, ona görə keçmiş, bitmiş zamandan veririk. Və sonraki hərəkətdə qotdu, ona görə bax, bunu seçirik. Digər hərəkət. By the time we arrived, by the time-dan sonra gələn cümlə keçmiş sadə zamanda olur. Digər cümlə isə keçmiş bitmişdə olur. Deyir, biz çatınca konsert artıq başlamışdı. Write the given sentence in the passive voice. Deyir, verilmiş cümləni məchul növdə verin. Bunun üçün biz tamamlığı tapırıq. Tamamlığı tapdıq. Tamamlıq gəlir olur bu biri cümlənin mübtədası. Oldu. Sonra xəbərə baxırıq. Xəbər hansı zamandadır? Keçmiş, bitmiş zamanda. Keçmiş, bitmiş zamanın to be-nin keçmiş, bitmiş zamanda forması nədir? Had been. Sonra da fe'li yazırıq. Had been completed for the deadline. Bir son tarixdən əvvəl layihə artıq bitmişdir. Deadline. Mətn oxuyun, suallara cavab verin. Success is not merely about wealth or fame. Deyir ki, uğur təkcə var dövlət və ya məşğulluq deyil. It's about achieving personal goals and finding fulfillment in what we do. Deyir ki, bu şəxsi məqsədlər və etdiyimiz şeylərdə etdiyimiz işdə məmnunluq tapmaqdır. It requires hard work, resilience and the ability to learn from failures. Deməli, uğur, zəhmət, dözümlülük və səhvlərdən dərs almaq bacarığını tələb edir.
True success comes when we embrace challenges, stay persistent, and never stop improving. Həqiqi uğur çağırışları çətinlikləri qəbul etdikdə, əzmkar olduqda və dayanmadan inkişaf etdikdə gəlir. While some may see success as reaching the top, others find it in personal growth, helping others, or mastering a skill. Bəziləri uğuru zirvəyə çatmaq kimi görsə də, digərləri onu şəxsi inkişafda başqalarına kömək etməkdə və ya bir bacarığa yiyələməkdə tapır. Ultimately, success is a journey, not a destination, and those who remain committed to their dreams will always move forward. Və son nəticədə uğur bir səfərdir, bir məqsəd deyil və xəyallarına sadiq qalanlar həmişə irəliləyəcəklər. Choose the best title and yaxşı başlıq. Ən yaxşı başlıq uşaqlar adətən elə mətnin ilk cümləsində olur. Mövzu nədən gedir baxın, success-dən. Deməli bizdən mövzunun ən yaxşı başlıq success olacaq. Which option is wrong according to the text? Mətnə əsasən hansı option səhvdir? Success is gaining personal goals. Success bəli, bu doğrudur. Belə bir şey var idi mətndə. Success is a journey. Bəli, bu da var mətndə. Success is just a failure. Success uduzmaqdır. Xeyr, elə bir şey yox idi axı. Complete the sentence. Cümləni tamamlayın. Success requires challenges. Challenges, resilience. Requires embracing challenges. Yəni ki, səhvlərdə çətinliklərdən qorxmamaq. Challenges, resilience və s. yaza bilərsiniz. Antonym to the word failure. Failure sözünün antonimi success. Yes. Və bu videoluk bu qədər. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın və dostlarınızla paylaşın. Sağ olun.